Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala eşrefil enbiya'i vel murselin ve ala alihi ve ashabihi ve barik ve sellim ecmaîn. Amma ba'd. Usikum ve nefsi bi takvallahi ve ta'atik. İnnallaha ma'allezine tekav vellezine hum muhsinun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli kardeşlerim. Allah Azze ve Celle'ye hamdolsun bir daha bizleri öz zikri etrafında bir araya getirdi. Hakikaten bunu her defa deyirik ve her defa bunun farkında olmalıyıq ki bu necə böyük bir nemətdir. Allah Azze ve Celle burada kazandığımızı, hemen faydanı birinci özümüze yaşamağı nasip etsin. Sonra cəmiyyətə sirayət etdirməyi bizlere nasip eləsin. Ve en başlıca bunu ettiğimiz zaman bizim əxlaqımızı gözəl etsin. Çünkü mizanda en ağır gələn əməl gözəl əxlaqdır. Nəbi sallallahu aleyhi ve sellem buyurur. Və bu gözəl əxlaq hər bir yerdə bir məlumatı əldə edərkən, o məlumatı yaşayarkən, yaşanmasına təşviq edərkən ilk öncə insanın sərgiləmiş olduğu şeydir və sərgiləməli olduğu şeydir həmçinin də. Çünki əgər bir insanda əxlaqda naqislik varsa, onun danışdığının da, onun yaşantısının da heç bir bərəkəti və insanlar qatında heç bir mahiyyəti olmaz ki, bu da artıq üsulsuz bir çalışma, özünə belə fayda verməyən bir elm sırasında öz yerini tapar. Və biz bilirik ki, birlik və bərabərlik Allahu Teala'nın dinində bizim üçün önümüzə qoyduğu qaydaların başlıcasındadır. Başındadır ki, Rəbbimiz buyurur ki, Allahın ipinə bir yerdə sarılın. Bu meydanda da belədir. Qardaşlar, bu zikir halqalarında da belədir. Bu iftar süfrələrində də belədir. Bu cemaat namazlarında da belədir. Bu bir yerdən, yəni bir məntəqədən ayrılıb da digər bir məntəqəyə getdiyin zaman, əgər alternativin varsa bir müsəlmanla getməyə, bu orada da belədir. Çünki Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, ayrı-ayrı gəzməyin, ayrılığa düşməyin. Çünki ayrı gəzənin, yəni tək gəzənin dostu şeytandan başqası deyildir. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem o günün insanlarına səsli vermiş olduğu bu mesaj bugünün insanlarına da çox böyük nümunələri daxilində ehtiva edərək, kəsb edərək gəlib çatmış və çox yönverici bir qüvvəyə sahib olmuşdur ki, insanoğlu bilir ki, tək gəzdiyi zaman haramların qapısı ona necə açıq olur. Baxın, insan Rəbbinə qarşı qəflətdə ola bilər. Bəli, bu mümkünsüz bir şey deyil, qardaşlar. Həqiqətən bu belədir. İnsan müəyyən günahlar səbəbilə müəyyən ahireti unutturucu emar edilən o belə deyək obyektlər səbəbilə gözə görünən, qulağın eşitdiyi, ondan sonra ruha təsir edən o varlıqlar səbəbilə insan Rəbbinə qarşı qəflətə düşə bilir. Günaha meyl eləyə bilir və yaxud da günah onun qəlbini qaraltdıqdan sonra onun əziyyətini çəkə bilir. Və yaxud da artıq mən də bu insanlarla bir yerdəyəmsə, bunlar oturduğu yerdə mən də oturum. Bunlar söyləmiş olduğu sözləri mən də söyleyeyim. Bunlar etmiş olduğu əməli mən də eləyim. Burada nə var ki? Yəni bu obyekt və yaxud da bu insanlar burada İslamdan çıxacaq şeylər demirlər ki, və yaxud da içki verən bir yerdə oturmuram deyib də, digər haramları onun müqabilində içkidən savaya gətirən bir yerin insanoğlu fərqindəliyinə varmadan onun daxilində hər gün batdıqca batır. Ona görə Rəbbimiz Subhanahu wa Ta'ala'nın varlığından, əsmasının üzərimizdəki ağırlığından bir xəbər və yaxud da xəbəri olub da bir yəqin, yəni yəqinsiz olub qəflətə düşməyimizin zəmnində biz o qəflətdən nə çıxardır? Allahı xatırladan qardaşımız. Allah-u Teala'nı onu gördüğümüz zaman Allah-u Teala'nı xatırladan qardaşımız. Dilimizə bir masiyyət bulaşıbsa, bir gözəl qardaşımızı, içinizdən birini məsəl üçün, içinizdən birini gördüğümüz zaman nə edir? O insandan haya etməyə başlayır. Və ondan haya eləyirsə, mütəfəkkirlərin gözəl bir sözü var. Allah Resulü sallallahu aleyhi ve sellemin mübarək lisanından süzülən sözlərdən birisidir bu əslində. Belə çatdırır mütəfəkkirlər onu. İnsanlardan haya etmək də Allah'tan haya etmək deməkdir. Çünkü sen bir Müslüman kardeşini gördüğün zaman özüne çeki düzen verirsənsə,
demək ki, sən mənsubiyyətini xatırlayırsan. Nəyin içində olduğunu xatırlayırsan. Rəbbinin kim olduğunu xatırlayırsan. Onunla eyni dəyərləri paylaşdığını xatırlayırsan. Dilinə bir masiyyət sirayət edibsə, bulaşıbsa, bir söyüş, bir pis söz bulaşıbsa, o qardaşının yanında bunu söyləməyə hay edirsənsə, bundan dolayı özünə çəki düzən verirsənsə, bir süfrə ətrafında oturduğun zaman qeyri-etik yemək yeməyi İslam dəyərlərinə uyğun şəkildə dəyişdirirsənsə, çünki cahillərlə elə yersən axı, bir-birinin qabını əl uzadaraq, bir-biri qabını tərk edib getdiyi zaman onun qabından oğurluq eləyərək və s. və ilaxır, haqları gözətməyərək müsəlmanların yanında onu gözətirsən. Çünki niyə görə? Allah-u Teala bilirsən ki, onu gördüyün halda xatırlayırsan ki, Allah bu loxmanın hesabını məndən soruşacaq. Niyə görə bu qardaşımla mən o gün bir loxma, bir qidadan dolayı üz-üzə gələk? Hansı ki, insanların bir dənə Subhanallah zikrinə möhtac olacaq o gündür. Və qardaşlar, biz yəqin olmalıyıq ki, Allah Azze ve Celle bizlərə hər yerdə Allah Azze ve Celle bizlərə bir olmağı təşviq etdiyində bunu süfrəyə də daşıyır. Baxın, Allah Resulü sallallahu aleyhi ve sellem sahabə ilə danışır. Sahabə hədisdə bir məsələni anladır ona. Deyir ki, Allahın Resulü, biz yemək yeyirik, yalnız doymuruq. Yemək yeyirik. Açıq yetəri qədər də yeyirik. Yəni qabağımızda olan əsl etibarından bizə bəs edəcək qədərdir. Lakin doymuruq. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, tək mi yeyirsiniz? Yəni o yeməyi yediğiniz zaman tək mi yeyirsiniz? Deyir, bəli, tək yeyirik Allah Resulü. Allah Resulü buyurur ki, aleyhissalatu vesselam, o zaman birləşdirin. Yəni birlikdə yiyin. Çalışın birlikdə yiyəsiniz. Bəsmələ çəkin. Bəsmələ çəkin. Və o qidanın sizi necə doyuracağını görəcəksiniz. Yəni ikisi arasındakı fərqi bildirir bizə. Baxın, analarımız rivayət edəndə fərqi yoxdur. Xədicə anamızdan tutmuş, Sevda anamıza qədər. Heç bir sirada görməsiz ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir qırağa çəkilsin, tək bir şeylər yesin. Ola bilər, ovucunda olar 3 xırma, 1 xurma, neysə, yəni insandır. Ağzına atar, onu qida kimi və yaxud da nə bilim, özünə hal qazanmaq üçün müəyyən bir ölçüdə belə bir şey elə bilər. Amma bir süfrə ətrafında aleyhissalatu vesselam Efendimiz tək oturmazdı. Xüsusən də keçən dərslərimizdə zikr elədik ki, xüsusən də suf və əhlini çağırardı. Yəni miskinləri, yolda olanları, elm tələb eləyənləri çağırardı və onlarla bir yerdə Allah Azze ve Celle nəsib etmiş olduğu ruzidən özlərinə azuqə edinərdilər, qidalanardılar, qarınlarını onlarla doyurardı. Və həqiqətən də həmən məclislərin sonunda Efendimiz Aleyhisselatü Vesselam'ın çox gözəl bir sözü var. Buyurur ki, möminə 2 loxma yetərlidir ki, ona taqət versin və belini dik saxlasın. Ona taqət versin və belini dik saxlasın. Yəni bu nə deməkdir? İnsanoğlunu o 2 loxma ilə, yəni yarım qab yeməklə, gözəl şəkildə yeməklə, o 2 loxma ilə insanoğlu ayaqda dura biləcək taqətə sahib olur. İbadətlərini edə biləcək taqətə sahib olur. Və bunda heç bir narahatçılıq onun bədənini əsir etmir. Lakin insanoğlu tıxa basa yedikcə, yəni özünü narahat edəcək səviyyəyə qədər gətirdikcə bu qidanı, qida əlavəsini, ibadətlərində narahatçılıq çəkir. Yuxusu onu öz əsarəti altına alır, görməli olduğu işi ertələyir və ümumi olaraq günlük yaşantısında çox narahat bir aura üzərinə olur, hal üzərinə olur. Məsələn, bir nümunəni gətirmək istəyirəm Allahın izni ilə sizlərə, sizlərin də çoxunuzun şahid olduğu, həm özünüzdən şahid olduğu ki, mən özümdən də şahid olmuşam,
həm də ətrafınızdakı insanlardan da şahid olduğu gözəl bir nümunədir ki, Ramazanda iftar süfrələrinə fikir verirsiniz qardaşlar. Ümumi olaraq. İftar verən qardaş həqiqətən Allah bərəkət versin. İstəyir ki, əlindən gələni eləsin də. Nəyi var, nə yox qoysun süfrəyə. O bunu təvazu halında eləyir. Bəlkə də yeməsən də inciyəcək. Küskünlüyünü bildirəcək. Lakin bizim güdməli olduğumuz tərəf işin ibadət tərəfidir. Ondan sonra bəlirli sayda qılmalı olduğumuz gecə namazı var ki, təravih namazı. İstirahətli belə olsa, birisinin evində qıldığın zaman o qədər istirahətlə qıla bilmirsən. Həqiqətən çox narahat olursan. Mən özüm qılanda, yəni bir cəmaada Allahın lütfü ilə imamlıq eləyəndə və yaxud da bir imamın arxasında cəmaada olanda o narahatçılığı o cür iftar sonrasından, o şəkildə iftar sonrasında mən hiss edirəm insanların daxilən çıxartmış olduğu səslərlə, yerlərində narahat şəkildə dayanmaqları ilə. Allah-u Teala belimizi diş saxlayacaq qədər yeməyimizi buyurur bizə. Ki, Nəbi sallallahu aleyhi və səlləm Yahudi həkimə nə deyir? Deyir ki, Allahın Rasulü 3-4 aydır. Sonradan iman eləyir, həkimdə xidmət eləmək istəyir. Və bu xəbərləri öz qövmünə daşıyacaq. 3-4 aydır deyir buradayam. Sən ümmətindən bir dənə adamın ciddi şəkildə xəstələnən, mədə ağrısı çəkən, nə bilim, ümumi olaraq, yəni immunitet düşkünlüyündə olan və s. və ilaxıda xəstələnən, yəni ağır bir xəstəlik çəkən görməmişəm. Allah Rasulü sallallahu aleyhi və səlləm bilirsiniz nə deyir? Çox gözəl, həmişəki kimi və çox qısa. Deyir ki, çünki mən və mənim ümmətim, yəni onlar, bəhs eləyərək deyir, onlar acmadan yeməzlər, doymadan da qalxarlar. Doymaq burada, ümumiyyətlə insan doyur qalxır ha. Bizim anlayacağımız doymaq deyil. Yəni çökmədən qalxarlar. Yəni əlavə dünya əhli kimi və yaxud da bu misalı burada çəkmək istəmirəm, yanlış anlaşılar. Və yaxud da çəkim, məncə siz yanlış anlamarsınız. O kafirlər ki buyurur, Nəbi sallallahu aleyhi və səlləm Allah-u Teala'nın bildirməsi ilə ki onlar 7 qarına yeyərlər. Tıxa basa yeyərlər. Onlar kimi deyir, yeməzlər. Bir qədər yeyərlər və bu onlara kifayət edir. İbadətlərində rahat olarlar, günlük işlərini də haqqı ilə yerinə yetirərlər və bilirsiniz ki, xəstəliyin başı da həqiqətən çox səliqəsiz şəkildə yeməkdir. Bəli. Və həmçinin onun bərabərində təmizlikdir. İndi bəzi mütəfəkkirlər və yaxud da qələm əhli deyir ki, soyuq cəriyana özünü vermək də bunun bərabərində. Belə bu şəkildə sıralamaq olar. Amma həqiqətən yemək çox önəmli faktordur ki, buna inşallah riayət eləyək. Birinci axirətimiz üçün, ikinci dünyamız üçün. Sahabə rivayət edir ki, meyvə və meyvə çeşidi şeylərdən doymaq deyə bir mörtəzə açılır və sahabə buyurur ki, radiyallahu anhum cəmiyyəm, deyir, biz Abdullah bin Zübeyir ilə birlikdə olduğumuz zaman qıtlıq oldu. Bir gün ərzaq olaraq xurma dağıdırdı insanlar, yəni o məsul şəxs xurma dağıdırdı. Biz xurmaları yeyərkən Abdullah İbni Ömər radiyallahu anh yanımıza gəldi və belə dedi, İçi yeməyin. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm içi yeməkdən mən etdi. Sonra sözünə belə davam elədi. Ancaq bir kimsə qardaşından icazə alaraq onu eləyə bilər. Təbii ki, sonunu təkə bağlayaraq. Xahişədə düşüb ki, o içi yeməyin sonunu təkə bağlayaraq. Yəni, Allah təkdir, Allah Rasulü necə buyurur aleyhissalatu vesselam və tək olanı sevir. Və sonunu təkə bağlayaraq Allahın izni. Baxın, burada birinci nə güdülür? İnsanın öz mənfəətindən qabaq qardaşının mənfəətinin güdülməsidir. Yəni, içi yeyib də
yeməyə hərislik göstərmək yerinə qardaşının haqqına hərislik göstər. Bu səndən Allahın üzərindəki ağırlığı cidərməsi ilə, yəni atması ilə, o əzanın səndən getməsi ilə, ağır təharət vasitəsi ilə. Gidəyim daha fikirləri yaxınlaşdıraq. Keçib gedəcək. Yəni gecə ilə gündüzün üzərindən keçib getməsi kimi o qidanın dadı da, onun sənin bədənə vermiş olduğu enerji də keçib gedəcək. Keçib getməyəcək olan bilirsiniz nədir? Qardaşına qarşı etmiş olduğun haqsızlıq. Qardaşın orada haqqını güdməmək. Vallahi qoy bir qaşıq o səndən artıq yesin, icazə ver. Amma bil ki, onun haqqını güddün, ona hərislik göstərdin, o bir qaşıq yeməyə hərislik göstərmədi. Və bu hədisi rivayət edir Cəbələ bin Suhaym, Allah ondan razı olsun. Və deyir ki, icazə aldığı təqdirdə Abdullah ibn Ömər ki, ümmətin fəqihlərindən birisi olub. Həzrət Ömərin oğlu, Allah ondan razı olsun. 2-2 yeyə bilərsən, lakin sonunu təkə bağlayaraq. Biz Allah Rasulundan deyir, belə gördük. Və Vəhşi İbn Hərb radiyallahu anh da anladır ki, danışır ki, bir gün Allah Rasulunun sallallahu aleyhi və səlləmin əshabı bayaq dediyimiz hədisdir bu, qarşımıza çıxdı. Biz yemək yeyirik, doymuruq və Allah Rasulü onun sözünü onlara anladır. Deyir ki, bir yerdə yeyin, yeməyiniz bərəkətlənsin. Çünki bir yerdə, yəni müsəlmanların bir sürü arxasında oturmağı Allah Azze və Cəllənin ora bərəkət yağdırma səbəbidir. Bir süfrə ətrafında bir olmağı, bəsmələ ilə yeməyi Allah Azze və Cəllənin rəhmətinin orada olmasının göstəricisidir. Ona görə həqiqətən həris olmalıyıq həmçinin qardaşımızın haqqını o məclisdə güddüyümüz kimi o məclisdə bir dənə qardaşımızı bulundurmalıdır. Məsələn, sən birinin məclisinə gedə bilərsən. Birisi səni çağırıb gelirsən onun məclisinə. Allah Rasulü sallallahu aleyhi və səlləm bir gün belə eləyir. Birisinin məclisinə getdiyi zaman bir gün əshabdan birisi çıxır qabağına. Əbu Məsud Əl-Bədri radiyallahu anh rivayət edir bu hədisi. Buyurur ki, sahabədən biri 5 kişilik yemək hazırlayıb 4 kişi ilə bərabər Peyğəmbər sallallahu aleyhi və səlləmi dəvət elədi. 5 kişilik hazırlayıb özün qatıb ora və 4 nəfər də çağırıb ki, başlarında kim var idi? Nəbi sallallahu aleyhi və səlləm. Ancaq gələrkən deyir, ora getdiyimiz zaman bir kişi daha onların arxasına qatıldı. Yəni onların qrupuna qatıldı. Qapıya gəlib çatanda Peyğəmbər sallallahu aleyhi və səlləm dəvət sahibinə belə nida elədi. Bu adam bizə sonradan qatıldı. İstərsən, əgər istəyirsənsə, icazə verərsən, bizlə gələr. Əgər istəməzsənsə, geriyə qaydar buyurdu. O da, ya Rasulallah, elə şey olar, o da buyursun deyərək, hamısını evə dəvət elədi. Baxın, məsələ burada nədir? Burada birisinin belə məclisinə gedəndə, indiki zamanədə bilirsiniz də, Allah həmd olsun ki, Allahın lütfudur, texnologiya irəliyib. Yəni, elə getmək yerinə öncədən zəng vurmağımız daha inşallah ki, əfzəl olandır. Amma onlar Allah Rasulü sallallahu o kişi Allah Rasulü və digər əshabdan olan insanlarla birlikdə getdiyi zaman arxalarına qatılıb, gələ bilərəmmi deyib, Allah Rasulü da məsələni çatdırıb, ora qədər gələ bilərsən buyurub, aleyhissalatu vesselam Efendimiz. Orada o səni içəri alarsa, dəvət sahibi odur, girərsən. Almazsa da artıq mövzu sənə ayandır, yəni. Acaqdır ki, bizlik, yəni bir şey yoxdur. Bunu da fikirlə yaxınlaşdırmaqdan ötürü Allahın izni ilə xahişi olaraq düşülüb danışıram sizə ki, daha öncədən, qardaş, məni dəvət eləmirsən, belə gözəl bir dənə də qardaş var. İnşallah sən uyğun bilərsənsə, o da gəlsin. İstər uyğun bil, istər bilmə, mənim sənin qarşı heç bir hissim dəyişməyəcək. Çünki dəvət sahibi sənsin. Deyərək gözəl şəkildə qardaşa lisan-ı münasiblə çatdırmaq lazımdır Allahın izni ilə onu. Əgər birisi belə bir dəvətdə sizinlə bərabər olmaq istəyirsə, dəvət sahibinə demədən onu geri söndərmək ədəbdən deyil. Və qardaşlar, biz bilirik ki, bir süfrə ətrafına gəldiyimiz zaman ki, bunda həris oluruqsa,
orada bəzi mədəni feilləri sərgilədiyimiz zaman orada bizdən olub da, lakin diqqəti və yaxud da yenicə bizdən olan, lakin diqqəti müsəlmanlarda olan kişilər ola bilər, insanlar ola bilər və yaxud da dəvət sahibinin özü. Elə insan var ki, bunun fitrəti və yaxud da xarakteri belədir. İnsan xoşlayır nəzarət eləsin. Bəlkə də başqa şeyə baxır, qabın boşaldısa doldursun və s. və ilə. Lakin özünün istəmədiyi görüntülər onun gözünə çarpanda insan oğlu olaraq qəlbinin halı dəyişir. Məsələn, bayaq dediyimiz o şey. Dostluq, qardaşlıq prizmasından, yaxınlığından belə deyək, istifadə edib, qardaşının qabını əl ataraq ondan nəsə götürmək, qabına qoymaq. Bu sənin üçün kiçik ola bilər. Bu Allah qatında birinci böyük şeydir. İkinci, Allah qatından sonra ev yəsinin qatında da əgər arif bir insandırsa, təfəkkür sahibi, şuur sahibi bir insandırsa, onun qatında da bu çox həqiqətən qəbul edilən deyil. Və o iradını bildirəcək. Amma özüvə, amma başqasına. Amma bildirəcək. Yəni, sənin yaxşılığı istəyirsən. Ona görə İbn Abbas bununla bağlı bir hədisi rivayət edir Nəbi sallallahu aleyhi və səlləmdən və sözə belə girir. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm bərəkət yeməyin ortasına enər. Siz kənarından yeyin, ortasından yeməyin buyurmuşdur. Yeməyin ortasına enir. Siz kənarından yeyin. Çünki kənarından yeməyə başlamalısan ki, Allahın izninin ortasında hamı eyni ilə o ortasından bir lokma götürsün. Anlaşıldı mı? Yəni o bərəkətdən hamı faydalansın. Yəni buranı qoyub da, qabının burasını qoyub da. O başından yemə. Bilirik ki, sünnətdə nə idi? İnsanların hamısı bir qabdan yeyərdi. Yerdən oturmaq, bir qabdan yemək və s. və ilə. Örf, ona bağlı örfün əllə yemək olması. Buyurur ki, aleyhissalatu vesselam Efendimiz, bərəkət ortasına iner, siz qırağından başlayın. Və xaşiyyədə bayaq dediyim Allahın izinə əlavələr düşür ki, çünki ortasında olan bərəkətdən bütün qardaşlarınız istifadə eləsin. Yəni, o ortasını ehtiva eləyən Allah-u Teala'nın bərəkət nuzulu hamıya nə etsin? Çatsın, hamıya bəs etsin, hamı ondan faydalansın. Və Abdullah bin Busur radiyallahu anh da bu mövzu ilə bağlı belə bir anlatımı bizlərə açıqlayır və buyurur ki, Peyğəmbərim sallallahu aleyhi və səlləm qarra denilən bir yemək qabı vardı. Onu 4 kişi daşıyardı. Bir gün quşluq vaxtı gəlib namazı qıldıqlarında içərisinə tirit, yəni ət suyuna əkmək doğramaq, yəni çörək doğramaq surəti ilə düzəldilən yeməkdir bu tirit. Ətin suyunu çörəyə doğrayırlar. Yəni sırf ətin suyu olur, əti ayrı yeyirlər, ətin suyunu da bizdə bu Naxçıvan bölgəsindəki bozbaş misalı. Ətin suyuna çörək doğramaq. Onu yeyirlər. Sürəti ilə bu yeməyi deyir, hazırlayırlar və qoyulan bu qab önünə gətirilir. Yəni qaba qoyulur və önünə, Allah Rasulunun önünə gətirir. Sahabələr qabın ətrafına düzülərlər deyir. Gələnlər çoğalınca Rasulullah sallallahu aleyhi və səlləm diz çökərək oturur. Bayaq dediyimiz kimi diz çökərək oturur. Bir bədəvi bu oturuşun da nə dedi? Niyə belə oturursan dedi. Bədəvidir də. Xoşlayır sual verməyi və xoşlayır aydınlanmağı. Sallallahu aleyhi və səlləm Efendimiz Allah məni alçaq könüllü bir qul elədi. Zorba, inatçı, yəni üsyankar biri deyil. Yəni belə bir şey etmədi. Cavabını verdi və arxasından yemək qabının kənarından yeyin, ortasını bırakın ki, bərəkətlənsin buyurdu. Aleyhissalatu vesselam Efendimiz. Kardeşler, bakın yemek bir süfrə ətrafında oturmaq, bayaq da məclisin zikrin əvvəlində inşallah qeyd etdiyimiz kimi birliyin və bərabərliyin
həmçinin bu birlik və bərabərlikdən ortalığa çıxan nümayişin simgəsidir. Müsəlman tək bir fərd olaraq nümunə götürüləcək biri ola bilər. Amma pis, amma yaxşı, pis də nümunə götürülmür. Pis bilirsiniz ki, mənfisi İslamofobiyanı daşıyan insanlar tərəfindən götürülür və onunla başlayırlar müsəlmanları vurmağa. Əsasən də şüarında, yəni zahirində İslamın izləri olan insanlar buna daha diqqət etməli olduğunu demişdik. Çünki onlar insanların ən çox izlədiyi kimsələrdir. Ən çox insanların diqqət etdiyi kimsələrdir və ən çox onların vasitəsilə İslamı vurmağa çalışdıkları kimsələrdir. Bir yerdə mütəfəkkirlərdən birisi deyir ki, Allah-u Teala'nın ayəti ki var, həm Muhammed surəsində, həm Şuara surəsində ki buyurur, İn tensurullahi yansurukum və yuthabbit aqdamakum. Siz Allah'a yardım eləyin ki, qardaş, Allah da sizə yardım eləsin. Bu, Allah-u Teala üstün mərtəbə sahiblərini bunu başqa cür anlayır. Yəni Allah yolunda çalışmaq. Amma bizim kimi özünü düzəltməyə çalışan insanlar ən azından bunu bilirsiniz necə anlamalıdır? Feillərimə, əməllərimə, hərəkətlərimə cəmiyyət içində çəkidüzən verim ki, İslama qarşı naqis bir feil sərgiləməyim. Yəni naqis bir feili sərgiləməməyin səviyyən etibarı ilə Allahın dininə yardım dərsində. Yəni Allah Azza və Cəllənin dininə sənin müqabilində, sənin vasitənlə danışan bir ağıza söz vermiş olmursan. Anlaşıldı mı? Məsələn, saqqalın var, qeyri-etik hərəkətlər edirsən. Oturduğun məclisdə aləm bir-birinə vurursan. Oturduğun süfrənin arxasında qeyri-etik, Allah Resulü sallallahu aleyhi və səlləmin mən etdiyi yemək qaydasına sahibsən. Və nə olur? Və oradan qalxan hər bir kəs, istər yenicə müsəlman olsun, istər çoxdan illəri müsəlman olsun, qəlbi qara halda qalxır. Və vallahi səndən razı halda qalxmırlar. Vallahi səndən xoş xatirələr birikdirib, yəni belə deyək, əldə edib, qazanıb qalxmırlar. Heç də xoş qalmırsan və əmin ol ki, o insanlar səni əgər ikinci bir məclisdə də tavafuq səbəbi ilə, yəni Allah-u Teala'nın muradı səbəbi ilə görsələr belə, üçüncü məclisdə görməmək üçün məclis sahibinin iradlarını bildirəcəklər. O qardaş heç islah olan qardaş oxşamır və yaxud da o qardaşı kim islah eləmək istəyirsə, bəs onunla baş-başa görüşülsün, cəmiyyətin içinə buraxılmasın. Toplumun içində onlarla bir araya gəlinməsin. Belə iradlar bildirəcəklər. Bu doğru fikirdirmi? O sözü söyləyən insanlar qatında da doğru fikir deyil əslində. Çünki nəyə görə doğru fikirdir? Allah Resulü sallallahu aleyhi və səlləm yoruldu mu ki biz yorulaq? Bax, yenə mən səviyyə söhbət edirəm ha. Bir səviyyənin adamı o hərəkətləri edir, ona yaxın səviyyənin adamı da ondan uzaqlaşmağa çalışır. Qardaş, bu adam Əbu Cəhildən daha pis deyiləmir axı. Yəni, bu adam uçurumun qırağındadırsa sənə görə, bu adama niyə sən arxadan tutmayasan ki? Niyə itəliyəsən? Onu başqasına tövfə eləməkdənsə ki, get sən onunla görüş. Özün görüş. Denən qardaşım, hamı sən orada can yandırır. Amma mən danışmaq istədim. Biraz da mübaliğə elə, şişirt. İslama qazandırmaq adına, əxlaqını gözəlləşdirmək adına. Denən ki, həqiqətən sən hərəkətləri, əməlləri gözəl qardaşsan, bu hərəkətlərə səmimiyyətin səbəbi ilə yol verirsən. Lakin qıraqdan baxılanda gözəl görsənmir. Ona görə gözəl olar ki, sən bu əməllərini Allahın izni ilə biz ikimiz oturanda eləyəsən. Və yaxud da nə bilim, başqa bir yerdə də belə deyək, eləyəsən. Öz ailənin, qardaşlarının zadın yanında eləyəsən və s. və ilaxır. Gözəl onun nəfsini sığallaya ona nəsiyyət eləyə bilərsən. Baxın, 2 dənə level zikr elədik də, 2 dənə səviyyə daha doğrusu, estağfurullah. Onlar hansıdır? Bir,
özünü apara bilməyən, bir də özünü apara bilməyəndən bir tık yuxarı özünü apara bilən amma itici xarakterə sahib olan. Amma bizim qayəmiz nədir? Bizim qayəmiz məhz Allahın izi ilə elə qardaşlarımızın yanında olmaqdır da. Pişmiş halvanı yeməyə nə var o? Ataların bir sözü var. Bu halvanı pişirmək lazımdır. O ocağın başında bəs o isti sənə dəyməlidir də. O buxar sənin üzvə dəyməlidir. O tüstü sənin burnundan içəri dolmalıdır. Allah üçün üzün qızarmalıdır da sənin. Doğru deyil qardaşım. Ona görə Allahın izi ilə bu yola əlini qoyan, qolunu qoyan birisi olmalıdır, ortaya çıxmalıdır. Bir dənə bunu da Allahın izi ilə çox qısa zikr edəcəm. Əl qoymaq məsələsi. O bir şah olur, bir qayanın altına bir kisə qızıl qoyur. Qayanı da qoyur yolun ortasına. Vəzir görür, vəzir deyir ki, saray işləyənlərinə deyərəm. Saray işləyənləri gedir əskərlərə deyir. Əskər gedir, nə bilim, özlərindən aşağı təbəqədə birisinə deyir, qayanı çəksinlər deyə. Özlərindən ən aşağı təbəqə gəlir, şahın təlxəyinə dayanır. Gəlib təlxəyə deyirlər ki, bəs bunu çəkdə deyir, mənim işim deyil, mənim işim yalandan danışmaq, şahın nəfsini oxşamaq və onu güldürməkdir. Qabağında akrobat hərəkətlər eləmək və s. belə. Kəndçinin biri gəlir, Allah Resulü Aleyhisselatü Vesselam'ın hədisi düşür yadına ki, yolda müsəlmanların gedişinə, gəlişinə mane olan bir şeyi yoldan götürmək də sədəqədir və gözəl əxlaqın tərkib hissəsinə daxildir. Və o qayanı itəliyir. Qayanı itəliyir. Görür ki, altında bir kisə qızıl var, içində də bir dənə qeyd var, not var. Deməli, şah yazıb ki, bu millətə, bu ümmətə və bu millətə əlini daşın altına soxacaq insan lazımdır. İnsanlar lazımdır. Yəni, danışmaya qalsa, vəzir də danışır, əskər də danışır, əskərdən aşağı da danışır, cəmiyyət danışır, danışan çoxdur. Danışan çoxdur. Bax, həqiqətən biz oyanmışıqmı? Ona baxmaq lazımdır, qardaşlar. 500 nəfərlik bir dənə otağı düşün, əskərlik misalı. O 500 nəfəri oyatmaq üçün nə qədər oyaq adam lazımdır? Bir nəfər. Bir nəfər bəsdir ki, oyatsın da onu, doğrudur. Hamısını oyatsın. Demək ki, biz oyanmamışıq. Ayılmamışıq. Muaz İbn Cəbəldən Allah Rasulü soruşur ki, oyandın mı ey Muaz? Deyir, oyandım ya Rasulullah. Deyir, o zaman oyatmaq vaxtıdır. Yandın mı? Deyir, yandım. Deyir, o zaman aydınlatmaq vaxtıdır. İsitmək vaxtıdır qəlbləri ey Muaz. Və elə Muaz bin Cəbəli insanların içinə salır. Elə Muaz bin Cəbəli atına mindirir, yola salır. Oyanan insan lazımdır. İnsanlar lazımdır ki, oyatsın. O gözəl bir dənə klasik mütəfəkkirin sözü var. Bunu da deyim Allahın izi ilə xətm eləyək mövzunu. Deyir ki, bir yazla, bir çiçəklə yaz gəlmir, bahar gəlmir. Amma hər bahar gəlişi bir çiçəklə başlayır. Yəni ona görə Allahın izi ilə o bir nəfər olmağa niyyət eləmək lazımdır, qardaşlar. O sürənin başındakı ideal bir nəfər olmağa da niyyət eləmək lazımdır. Ədalət bir cəmiyyətə gələcəksə, onu təsis edən niyə biz olmayaq? Vallahi, quru danışığa heç nə vermirlər. Vallahi, yəni, əcrin kamil forması əməli işləyənlərə aiddir. O qədər danışan var. Sözün də sehr olduğu, daha da sehr olduğu vaxtdayıq. Daha da insanı avudəçi hala gətirən, ağuşa alan bir vaxtındayıq. Allah Azza və Cəllə bizləri danışdığı ilə əməl edən qullarından etsin. Allah Azza və Cəllə həm onunla tək qaldığımız zamanlarda, həm də cəmiyyətin içində, qardaşlarımızın içində onu daima xatirəsində tutan qullarından etsin. Və bizləri burada bir araya gətirdiyi kimi Firdevs-ül A'lədə də Nəbi sallallahu aleyhi və səlləmin həm sancağı altında bir araya gətirsin. Amin. وآخر ودعوانا إن الحمد لله رب العالمين.